Salam, hər vaxtınız xeyir olsun. Biz Qazaxanamızdan artıq bu qədər iş gördük. Gördüyünüz kimi dəncə qabımız hazırdır və qoşulmaları qalıbdır və dəncə qabından kombiyə gələn gediş və dönüş xəttini biz qoşduq, tamamladıq. Amma bu kabeli nə üçün vurublar bilmirəm, şüşə də elə bil. Həqiqətən də harasına direl vursan çatlayır. Baxın, belə bir xamutlarla axır ki bu vəziyyətdə qoşduq. Belə alınır, inşallah tamamlayacağıq. Hələ ki bu qədər yığmışıq, gördüyünüz kimi. Kombimizin altından da baxın belə qoşulmamızı etdik və bildiyiniz kimi ev başqa usta tərəfindən çəkilib. Biz indi bunları dəyişirik. Bax, belə bir çətin. Diqqətlə baxın. Motoru başqası qurubdur, başqa usta. Biz onun altından keçirdik. Bax, belə əziyyət də olsa borularımızı hər birini aparırıq. Bildiyiniz kimi bu birinci 3 yollu olan dəncə qabımızdan. O bizim ikinci mərtəbənin radiatoruna qulluq edəcəkdir. İkinci isə bizim birinci mərtəbənin istiponla və üçüncü görürsünüz 3 yollu yoxdur, o da bizim boilerimizə qoşulacaqdır. Hələlik bu qədərini qoşduq. Allah ev sahibinə xeyir versin, Allah arzusunda olanlara da qismət eləsin. İnşallah işimizdən sizlərə fayda vermiş oluruqsa, videomuzu bəyənərsiniz və kanalımıza hələ də abunə deyilsinizsə, abunə olarsınız. Ev sahibi də çox gözəl bir insandır. Bax, bizə xəcalət verir, meyvəsindən tutmuş hər şey. Allah şən eləsin. Həqiqətən də gözəl bir insandır. Biz də bacardığımız qədər, bax, belə bir səliqədə yığırıq. Bu kimi hər növdə qazaxanaların quraşdırılması kimə ehtiyac olsa, videodakı və səhifədəki nömrə ilə əlaqə saxlaya bilərsiniz. Hələlik bu qədər. Allah amanında qalın. Bu qədər.